Əlinə maraqlıdır. Ağacların üzərində sarı etiketlər yerləşdirilib. Hətta QR kod da var orada. Bəlkə yoxlayaq. Bakıda artıq ağaclar da qeydiyyatdadır. Bu etiketlər hər ağacın kimliyidir. Yaşı, növü və vəziyyəti elektron sistemdə qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların inventarlaşması layihəsi həyata keçirilir. Layihə çərçivəsində inventarlaşma prosesi yaşıllıq obyekti barədə məlumatları, yəni onun növü, cinsi, fitosanitar vəziyyəti, gövdənin diametri, hündürlüyü, yerləşiklər ərazisinin dəqiq coğrafi koordinatları və 3 nöqtədən çəkilmiş foto şəkillərinin rəqəmsal ekologiya informasiya sisteminə əlavə edilməsi qaydasında həyata keçirilir. İnformasiya sisteminə əlavə edilmiş bu məlumatlar ictimai açıq formada ağac.az veb saytı vasitəsilə də əlçatan formada yerləşdirilir. Bu məlumatlar bütün vətəndaşlar üçün əlçatandır. Hər gövdəyə yerləşdirilən QR kod görünməyən bir hekayəyə açılan qapıdır. Texnologiya ilə təbiət səssizcə görüşür, ölçülür, qeydə alınır, qorunur. Bu prosesdə məqsəd ağacları dəyişmək yox, onları daha yaxşı tanımaqdır. 2026-cı ildən etibarən Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilən rəylər yalnız inventarlaşdırılaraq informasiya sistemində qeydiyyata almış ağaclara şamil olacaq. Yəni, ağacın hər hansısa bir səbəbdən, onun fitosanitar vəziyyətinin dəyişməsi, ətrafına təhlükə yaratması və ya xüsusi bir layihə çərçivəsində götürülməsinə ehtiyac yaranarsa, mütləq bu rəylər informasiya sistemində qeydiyyata alınmış ağaclara münasibətdə veriləcək. Bu ağaclar artıq nəzarətsiz deyil. Hər biri nömrələnib, sistemə daxil edilib və qoruma altındadır. Mədinə Cəlal, Əli Abbaslı, Səhər Çağı.